Yanıq izlərinin aradan qaldırılması üçün hansı rekonstruktiv metodlardan istifadə edirsiniz? Yanıq izlərinin aradan qaldırılması ümumiyyətlə plastik cərrahiyyədə çətin əməliyyatlardan birisidir. Çünki yanıq çapıqlarının dərinliyinə görə, yaratdığı fəsadlara görə dəyişir. Bu yaranan iz çapıq izidirmi, keloid midir, hipertrofik skar mıdır və yaxud da kontraktura mıdır? Bunlara uyğun cərrahi əməliyyatları aparılır. Məsələn, saçlı dəridə olanda ekspander qoyub şişirərək biz o toxumanı aradan qaldırırıq. Toxumanı yenidən böyüdüb, böyüdürük. Məsələn, boyun nahiyəsində də olanda ekspanderlardan istifadə edirik. Yəni, bu toxuma genişlədicilərdir. Bəzən də sərbəst dəri qreflərindən, tam qalınlığı və incə qalınlıqlı dəri qreflərindən istifadə edirik. Bəzi hallarda kontraktural, yəni bükücü alanlarda, qolda, boyunda olan hissələrdə, ayaqda bükücü hissədə olan kontrakturalarda Z və K plastika əməliyyatları həyata keçirərək bu yanıq izlərinin funksional, fiziolojik və estetik görüntülərini aradan qaldıra bilirik.